Salam. Bu veriliş Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Qlobal Media və Siyasət Araşdırmaları Mərkəzinin rəqəmsal məkanda milli kimlik, təxribatlara qarşı mübarizə layihəsi çərçivəsində hazırlanıb. Bugünkü qonağımız deputat Hikmət Babaoğludur. Hikmət müəllim, xoş gəlmisiniz. Xoş gördük. Müzakirə edəcəyimiz mövzumuz isə milli kimliyə qarşı rəqəmsal təhdidlər və onların qarşısının alınmasıdır. İlk sualdan başlayaq. Rəqəmsal əsrdə milli kimlik anlayışı sizcə dəyişirmi və ya dəyişirsə necə dəyişir? Bütün dövrlərdə olduğu kimi milli kimliyə münasibət müxtəlif mərhələlərdə müxtəlif keyfiyyət mərhələsinə transfer olunur. Bəli. Yəni bu sabit deyil. Əslində 21-ci əsrdə milli kimlik məsələsi bir qədər şərtidir. Çünki sosiologiya 21-ci əsrdə etnik mənsubiyyətə bir qədər fərqli baxır. Amma mənə elə gəlir ki, bu sadəcə xalq kontekstində keçərlidir. Millət kontekstində isə mənə elə gəlir ki, bu nəticə etibarilə həm də vətəndaşlıq kimliyi olduğu üçün milli kimlik, özünü dövlətə mənsub etmə hadisəsi olduğu üçün bunun deformasiyaya uğraması çox təhlükəli bir şeydir. Ötən əsrin 70-ci illərində Amerika Birləşmiş Ştatlarından olan siyasi nəzəriyyəsi Huntington 21-ci əsri dini və milli identiklik əsri kimi xarakterizə edəndə bəzən biz buna spektik yanaşırdıq, bəziləri bunu doğru hesab eləmirdi, amma gəldiyimiz mərhələdə hazırki reallıqda görürük ki, doğrudan da 21-ci əsr dini və milli identiklik əsridir. Yəni dünyada baş verən proseslərin, ən dərin strateji proseslərin fəlsəfəsinə baxsaq, hadisələrin inkişafına baxsaq görürük ki, bölünmələr baş verir. Ona görə də bu prosesdə milli kimliyin qorunması olduqca aktual bir məsələdir. Həmişə milli kimlik üzərində bir mühəndislik aparmağa cəhd göstərilibdir. Bəzən onu dini kimliklə əvəz eləməyə çalışıblar, bəzən onu universal dəyərlərlə əvəz eləməyə çalışıblar. Hətta mən xatırlayıram 90-cı illərin əvvəllərində postsovet məkandakı ölkələrə ixrac olunan bir ideologiya var idi. Bu ideologiya demokratiyanı ideologiya kimi təqdim edərək milli kimliyə çevirməyə çalışırdılar. Milli ideologiyaya çevirməyə çalışırdılar. Yəni bu o dövrdə hələ yazılı mətbuatın, elektron mətbuatın olduğu bir dövrdə idi. Əslində mübarizə o vaxtdan başlamışdı. Hazırda isə milli kimlik çox ciddi şəkildə manipulyasiya edilir. Manipulyasiya nədir? Manipulyasiya insan şuurunun gizli şəkildə idarə olunması deməkdir. Bu müxtəlif yollarla edilir. Bir, informasiya manipulyasiyası ilə edilir. İki, subliminal mesajlar vasitəsilə edilir. Mən digər aspektlərinə toxunmaq istəmirəm, çünki trend və aparıcı olan ən səmərəli metod bunlardır. İnformasiya manipulyasiyası milli kimliyin yerinə hansısa imperiyanın məqsədlərinə xidmət edən dəyərlər toplusunu təqdim etməklə insanın şuurunda özünə münasibətdə və öz millətinə münasibətdə fərqli bir sosial varlıq yaratmağa hesablanıbdır. Bu bir. Subliminal mesajlar isə gözün görmə sürətinə hesablanıbdır. Məsələn, biz video şərhlərdə normal görüntü hadisəsində bizim gözümüzün görmə sürəti 24 kadr saniyadır. Yəni biz bir saniyada 24 kadr görə bilirik. Və 25-ci kadr effekti ilə artıq bizim görməmizi də manipulyasiya edirlər. Gözün görmə sürəti nə deməkdir? Biz düşündüyümüz kimi göz heç də belə ardıcıl, davamlı görmür, kəsintisiz görmür. Bəli. Göz optik olaraq bir saniyədə 24 şəkil çəkir. Müşahidə etdiyimiz hər nə varsa onu mərkəzi sinir sistemində göndərir və o birləşdirir. Bizim davamlı görməmiz kimi bizdə bir təəssürat yaradır. 25-ci kadr effekti nədir? 25-ci kadr effekti emosional yaddaşı xitab edən. Artıq gözümüzün görmə surətindən kənardadır. Biz onu görə bilmirik. Amma 25-ci kadrda göstərilən nədirsə, bizdən xəbərsiz emosional yaddaşa düşür və şüuraltı hafizəyə gedir. Gördünüzmü? Bəli. Və o əqlimizin emosional hissəsinə xitab etdiyi üçün daha öndə olur.
Yəni orada nə informasiya göndərilirsə biz artıq özümüz ona tabe hiss edirik, imperativ olur. Yəni belə deyək, şuur altına bir növ təsir olunur. Şuuraltı yaddaşa təsir eləyir və bütün bunlardan çox səmərəli istifadə edilir. Sosial şəbəkələrə gəldikdə isə, baxın bizim bu gün oxuduğumuz informasiya da sosial şəbəkələrdədir, doğrudurmu? Bəli. Gördüyümüz kadrlarda sosial şəbəkələrdədir, radioda sosial şəbəkələrdədir, televiziyada sosial şəbəkələrdədir, filmlərdə nə varsa, əldə etdiyimiz informasiyalar nə varsa bunlar hamısı sosial şəbəkələrdir. Ona görə də sosial şəbəkə mühəndisləri xüsusi demək, həm psixoloji, həm mental kontekstdə millətləri öyrənirlər. Bu həmişə olubdur. Yəni böyük imperiyalar qurmağı bacaran xalqlar, bunlara pan-idealist xalqlar deyirlər. Bu xalqlar özlərinə rəqib gördükləri və yaxud müstəmləkə etməyə çalışdıqları xalqların mentalitetini öyrənirlər. Mentalitet xarakterdir. Məsələn, bizdə belə bir ifadə var da, belə bir demək, aforizm var. Filan kəsin dilini sən yaxşı bilirsən. Yəni onun xarakterini bilirsən də. Demək, millətin həmən o dilini tutmaq üçün hansı vasitələrlə buna necə təsir etmək məsələsini öyrənmək üçün də hansı təsirə bunlar nə dərəcədə məruz qala bilərlər və yaxud bunları idarə etmək üçün bir xalqın xarakterinin, mentalitetinin, psixologiyasının hansı hissəsinə xitab eləmək lazımdır və s. Bunlar daima olubdur. Ancaq indi isə bu daha eybəcər bir vəziyyət alır. Bir də süni intellekt tərzi də var hələ bunun. Süni intellekt o da çox vacib bir məsələdir. Ən təsirli metodlardan biri də süni intellekt. Baxın, süni intellekt əslində postmodernist cəmiyyətdən sonra informasiya cəmiyyəti gəlir. İnformasiya cəmiyyətindən sonraki cəmiyyət. Hələ ad qoymamışıq şərt olaraq. Amma mən 14-cü ildə yazdığım bir monoqrafiyada buna ad qoymuşdum. Amma o zaman mən inanmırdım ki, bu qədər sürətlə, cəmisi 12 ildən sonra biz gəlib bu mərhələyə çatacağıq. Mən 14-cü illərdə monoqrafiyamda qeyd eləmişdim ki, Homo sapiens dövrü başa çatdı. Çünki informasiya insanın düşünmək qabiliyyətini əlindən alır. İnformasiya imperativliyi sıxır insanı. Belə olan halda əgər insan düşünə bilmirsə artıq Homo sapiens deyil. Çünki Homo sapiensinin əsas keyfiyyəti düşünməyə bacarmağıdır, idrak etməyə bacarmağıdır. Əgər biz artıq əqli keyfiyyətlərimizlə ətraf mühitdə baş verənlərə münasibət göstərə bilmiriksə, onu ətraf mühitdə baş verənləri əqli idrak keyfiyyətlərimizin süzgəcindən keçirib anlaya bilmiriksə, sadəcə şuuraltı yaddaşımıza toplaşmış informasiya əsasında bunu qəbul ediriksə, artıq biz Homo sapiens deyilik. O informasiyanı kim sənin beyninə necə yerləşdirirsə, demək, biz o şəkildə bunu mənimsəyirik. Və bunun adını qoydum Homo informaticus. Homo informaticus. Və qeyd etdim ki, gələcəkdə müasir texnologiyaların inkişafı yeni bir insan yaradacaqdır. Homo hybridicus, hibrid insan. İndi bax, süni intellekt nədir? Həmən o süni insan dediyimiz mərhələsidir. İndi mövzu o qədər dərin və genişdir ki, birini qoyub birindən sürətlə keçirik. Bunların hər birinin xüsusi izaha ehtiyacı var. Hazırda bax, bu Homo informaticusu dediyimiz mərhələ bir qədər irəlidə nəyə çevriləcəkdir? Sözün əsl mənasında bu dəfə fiziki Homo informatikusa çevriləcəkdir. İndi biz zehni olaraq, idraki olaraq süni intellektlə birləşdiririk düşüncələrimizi, fikirlərimizi. Hətta ondan öyrənirik. Məsələn, filan məsələ necədir, filan məsələ necədir, necə ola bilər və s. və s. Mən deyim ki, sizə bunun bir yaxşı cəhətləri də var. Yəni, tam qara görmək lazım deyil. Amma hazırda süni intellektin geniş yayıldığı ölkələrdə yeni xırda mikroçiplər fikirləşirlər. O çiplər ki, insanın beyninə yerləşdiriləcəkdir. Kollektiv düşünmə yaranacaqdır. O çiplərdə olan o geniş, ağır informasiya yükü insan beyninə düşünən hissəsində o sinir uclarından əlaqəyə girəcəkdir və o informasiyaları biz hardansa oxumadan və s. birbaşa təmasda ümumi ortaq bir informasiya platformasına çevirəcəkdir. Eyni zamanda bu müxtəlif fərdlər arasında da əlaqə yaratma imkanlarına sahib olacaqdır. Belə olanda insanın beyni artıq fərdi beyindən sonra kollektiv beyin olacaq. Həm süni intellektin sizə verdiyi informasiyalar, həm də biz eyni zamanda sinxron düşünə biləcəyik. Məsələn, sizdə də çip var, tutaq ki, beyninizdə, məndə də beynimdə mikroçip yerləşdiriblər və belə nə baş verəcəkdir? Biz ortaq düşüncə. İndi siz təsəvvür edin ki, bu bəşəriyyəti hara gətirə bilər? Necə böyük inqilaba, hadisələrə gətirə biləcək? Amma burada əsas bilirsiniz nə olacaq?
o çip dediyimiz mikroçipi kim sizin beyninizə yerləşdiribsə və hansı informasiyasını yükləyibsə, şübhəsiz onu öz lehinə edəcəkdir. Bax onda indi görün onda nələr baş verəcək. Hikmət müəllim, bu gün Buyurun, bu axırıncı cümləmi deyim. Ən təhlükəli nədir? Dediyimiz bu sosial şəbəkələrdə və xüsusilə milli kimliyə qarşı olan mübarizə birincisi milli kimliyi demək kosmopolitləşdirməyə çalışır. Yəni belə olsa yenə adam bəlkə də razılaşar çünki qloballaşmanın bir tərəfi. İkincisi ən pisi nədir? Ən pisi fərdin özünü öz dövlətinə mənsub hesab etməsindən uzaqlaşdırır. Fərd özünü öz millətinə aid hesab eləmir, öz dövlətinə aid hesab eləmir. Bax, burada əgər dövlət nədir? Dövlət fərdlərin qurduğu demək, siyasi təşkilatlanmadır. Jean-Jacques Rousseau elə belə deyir. Jean-Jacques Rousseau deyir ki, dövlət xalqın siyasi təşkilatlanmış formasıdır. Dövlətə çox nəzəriyyələr, çox təriflər verirlər. Dövlət zor aparatıdır, ictimai müqavilə hadisəsidir, sinifli cəmiyyətin siyasi sisteminin əsas institutudur, cəmiyyətidir. Amma mənə elə gəlir ki, bunun rentgen altında dövlətin nə olduğunu baxıb görən kim olur da. Bu Jean-Jacques Rousseau deyir ki, dövlət xalqın siyasi təşkilatlanmasıdır. Yəni siyasi təşkilatlanma mərhələsində əgər sizin milli kimliyiniz yoxdursa və özünüzü bu siyasi təşkilatlanmanın bir parçası hesab edib və özünüzü dövlətinizə, milli dövlətinizə mənsub hesab etmirsinizsə, burada hər şey qurtardı və beləliklə artıq o dövlət təhdid altına düşür. Dövləti millət yaradır, millət isə dövləti qoruyur. Bu iki bir-birini tamamlayan mühüm komponentdən biri itəcəksə, biri olmayacaqsa, o birisi olmayacaq. Bax, ən böyük təhlükə hazırda bizdə budur. Bizdə yox, bütün dünyada budur. Bəs Azərbaycan üçün milli kimliyə qarşı ən böyük rəqəmsal təhdidi hazırda nə görürsünüz? Dediyimiz kimi, ən böyük təhdid nədir? Azərbaycan sosial şəbəkələrinin başqa intellektual, imperativ dairələr tərəfindən idarə edilməsidir. Xarici. Məsələn, bizə sanki sosial şəbəkələrdən tezislər ötürülür. Azərbaycan sosial şəbəkələrinə bir trend yaradılır, hamı düşür, onun arxasınca gedir. Buna sosiologiya deyir, kütləvi qeyri-şüuri davranış. Bax, sosiologiyada belə bir termin var, kütləvi qeyri-şüuri davranış. Bu nədir? Məsələn, siz bunu belə deyək, necə deyək ki, belə çox yumşaq olsun da. Platon nə deyir? Platon deyir, insan düşünən heyvandır. Və insanı insan psixologiyası da, cəmiyyətin psixologiyası əslində sürü psixologiyasıdır. Bax, bu kütləvi qeyri-şüuri davranış da bunun mədəni şəkildə ifadəsidir. Hər hansı bir şərti olaraq sürüdə bir məqsədə nail olmaq üçün qabağa birinin sürü üzvlərindən birinin bir addım atması lazımdır. Qalan hamısı onun arxasınca qeyri-şüuri gedəcəkdir. İnsan cəmiyyətdə təqribən belədir. Baxın, sosial şəbəkələrdə xüsusi hazırlanmış və xüsusi effekt yaradan bir informasiyanı həmən o sosial şəbəkə tribunları deyək də, belə bir ad qoyaq. O futbol meydançasında tribunlar olmur, bunun bir hərəkətindən hamı qalxır, hamı oturur, hamı əl çəkir. Yəni belə, sosial şəbəkələrdə belə tribun şəxslər yaradıblar və onlar bəzən bunun fərqində olurlar, bəzən fərqində olmurlar. Amma mən Azərbaycan nümunəsindən danışacaq, mən deyəcəm, fərqində olan adamlar var. İşləyirlər bu dediyimiz mərkəzlərə. Və kütləvi qeyri-şüuri davranış düşür bunun dalınca. Hara gedir, bəlli deyil. Bax, bu da əslində düz aparır milli kimliyə qarşı, milli mənliyə qarşı, milli qürura qarşı, milli mənəviyyata qarşı bizim degradasiyaya aparır. Bax, bu məsələ belədir. İndi bunu harada deyək? Bax, lap son hadisələrdən danışacağım. Nə baş verir? Azərbaycanda Dünya Şəhər Salma demək forumunun 13-cü sessiyası keçirildi. Keçirdimi? Bu fonu işlədikmi? Bəli. İndi bax, əslində milli şuur bundan qürur keçirdi. Düzdürmü? Dövlətimizin böyüklüyünü göstərdik. Azərbaycan necə bir böyük tədbirə ev sahibliyi etdiyini dünyaya göstərdi. Xüsusi Bakı standartları yarandı. İndi bundan sonra 2 ildən sonra Meksikada keçir, gəliblər Azərbaycan təcrübəsini öyrənirlər və s. və s. Bu Azərbaycan dövlətinin təbliğatı idi və Azərbaycan cəmiyyətinin ortaq qüruruna xitab edən
milli kimliyinin identifikasiyasına xitab edən bir hadisə idi. Bəli. Nə baş verdi? Bir neçə gün keçməmiş dərhal bir uşaq pulu dırnaqarası məsələsi. Bəli, bəli. Tamamilə unutdurdu mu bu hadisəni? Bəli, bəli. İndi bax, bunu izləməliyik biz sosial şəbəkələrdə o səviyyədə mütəxəssislərlə ki, bunu kim elədi sualına cavab tapaq. Sifariş hardan gəldi? Niyə birdən-birə durduğumuz yerdə bu məsələ ortaya çıxdı? Və nə üçün bu boyda nailiyyət arxa plana keçirildi? Bu məsələnin bir tərəfi. İkinci bir qədər daha əvvələ qayıdaq. Azərbaycan prezidenti çıxışların birində dedi ki, bizim ailəmiz Türk dünyasıdır, Bəli, çünki başqa ailəmiz yoxdur. İndi gəlin izləyək nə baş verdi. Bundan dərhal sonra, bu nədir? Ortaq ümumi milli identikliyimizə xidmət edir, düzdürmü? Bəli. Azərbaycan prezidentinin müəyyənləşdirdiyi əsasını 2009-cu ildə Naxçıvanda qoyduğu Türk Dövlətləri Təşkilatının birləşməsinə, güclənməsinə xidmət edir. Doğrudurmu bu ideya? Bəli. Başqa ailəmiz yoxdur. Azərbaycan prezidenti deyir ki, xarici siyasətimizin əsas prioriteti Türk dünyasıdır. Düzdürmü? Bəli. İndi bunu nə etdilər, bilirsinizmi? Dərhal sosial şəbəkələrdə, baxın gör hardan girdilər, dil məsələsindən girdilər. Dedilər ki, Türk dili Azərbaycan dili üçün ən böyük təhdid yaradır. Bizə nə ingilis dilindən ziyan gəlməz, nə rus dilindən ziyan gəlməz. Halbuki gəlir. Halbuki rus dilindən, ingilis dilindən ziyan gəlir. Mənim öz dilimə nə ziyan gələcək? Təbii. Füzuli yazır ki, o səbəbdən farsı ləfzi ilə çoxdur, nəzmi kim, nəzmi nazik türk ləfzi ilə düşvar olar. Məndə tevfiq olsa düşvarı asan elərəm. Növbahar oğaç ağaçdan bərgü gil izhar olar. 16-cı əsrdə türk dili yazır Füzuli. İndi ya Füzulinin dilini əgər başqa dil hesab edirsənsə, onda gəlin elə razılaşaq. Bundan mənə necə ziyan gələ bilər? Şəhri yazır ki, türkün dili tək sevgili, istəkli dil olmaz. Başqa dildə qatsan bu əsil deyil, əsil olmaz. Şair ola bilməzsən, anam doğmasa şairmişsən baba, hər sarı köynək qızıl olmaz. Çox da ki, sərabın suyu var, balyağı vardır, başı ərşə dirənsə də sərab ərdəbil olmaz. Doğrudurmu? Bəli, bəli. Nəsimi yazır ki, ərəbi, farsı bilmənəm üçün türkmən oğlu türkmənəm. İndi deyirlər ki, bilmirəm, Nəsimi harada da olub, nə milliyyəti nədir, nə mən nədir. Bu adam özü deyir ki, mən türkmənəm. Yəni, baxın, belə olan halda türk dilinə mənə nə ziyan gələ bilər? Niyə bunu dövrəyə buraxırlar ki? Türk dildən də bizim öz türkçəmizdən söhbət gedir. Heç kəs mənim fikirlərimi Anadolu türkçəsi olan çevrilək, ona yozmaq məsələsində qəbul eləməsin. Onun dərimiz çox doğru dedi. Bizim dilimizin kökü türk dilidir, amma bugün Azərbaycan dili də var. Əslində o çağırış bir tərəfdən biz Türk Dövlətləri Təşkilatının çərçivəsində çox böyük demək digər altyapıyı belə deyək formalaşdıracaq institusional qurumlar var. Türk Mədəniyyəti və İrsi Fondudur, Beynəlxalq Türk Akademiyasıdır, Türksoydur, düzdürmü? Bəli. Əslində bizim məqsədimiz odur ki, mən TÜRKPA üzvüyəm. Türk Dövlətləri Təşkilatı Parlament Assambleyasının üzvüyəm. Biz orada ortaq bir dildə danışmalıyıq. Bəzən rusca danışılır. Amma əgər o türk dilindən sözlər gəlirsə, Qazax dilindən sözlər gələcəksə, Qazax dilində bizdən söz gələcəksə, gəlin demək nə edək? Elə bu dildən niyə çəkinək ki? Təbii. Baxın, son 35 ildə Anadolu türkçəsindən bizim dilimizə nə qədər söz keçibsə, bəlkə ən azı o qədər, ya ondan daha çox bizim danışdığımız Azərbaycan türkçəsindən Anadolu türklərinə bu gün hətta bir çox filmlərdə bunu daha çox görürük. Böyük əksəriyyətində filmlərdə də, hətta tarix seriallarından başqa ədəbi dillərində o qədər bizdən söz alıblar ki, yəni burada bir dil yaxınlaşması hadisəsi baş verir və bu da təbii hadisədir. Dil arealı vahid arealdır. Yəni onun ləhcələri, şivələri, dialektləri ola bilər. Amma nəticə etibarilə ümumi dil. Belə olan halda gəlin indi bax, mövzudan çox yayınlayaq. Gəlin axtaraq görək. Sosial şəbəkələrdə öz dilimizə qarşı bu kampaniyanı kim başlatdı və biz onu cəzalandıra bildikmi? Və heç olmasa öyrənə bildikmi ki, bu daşı bizə kim atdı? Xeyr. Öyrənmədik. Bax, bu da başqa milli kimliyə qarşı başqa bir zərər, prezidentin çağırışına qarşı başqa bir zərər. Ayrı bir şey danışır. Bu yaxınlarda deməli bir il, 2 il bundan qabaq idi deyəsən, bir Türkiyəli kosmonavt, anası Azərbaycanlı, atası türk. Kosmosa getdi, düzdürmü? Bəli, bəli. Və bunun bir təbliğatını biz qurmağa çalışdıq ki, ölkəmizdə. Nə gözəl, milli birliyimizin daha bir nümunəsi, anası Azərbaycan, atası Türkiyə, anası Azərbaycanlı və s.
Sosial şəbəkələrdə nə baş verdi? Dedilər ki, yox, nə danışırsınız? Bizim milli Azərbaycanlı kosmonavtımız hələ 80-ci illərdə olub, Musa Manarov. Bəli, bəli. Musa Manarov. Bizə nə dəxli var? Niyə bax o təbliğatın qarşısını almaq üçün sosial şəbəkələrdə bunu kim trend elədi? Biz bilirik Musa Manarov kimdir. Hərbi ailəsində doğulub, çox yaxşı, çox da sevirik, çox da hörmət eləyirik. Milliyyətcə Dağıstan xalqlarından biri səhv eləmirəmsə Lakdır. Atası hərbçi olub Bakıda doğulub. Bunun pasportunda yazılıb Bakıda doğulub. Bunun mental olaraq, dil olaraq bizə bir aidiyyatı varmı? Yoxdur. Amma hazır burada anası mənim qanımdan, mənim canımdan olan, atası da yenə mənim qanımdan, mənim canımdan olan Türk, nə fərqi var? Düzdürmü Kosmo? Niyə qoymursunuz bunu təbliğ eləyək? Musa Manarov kimin yadına düşdü? Bu adi sosial şəbəkə iştirakçısının yadına düşməz. Bunun arxasında dərin ideoloqlar var. Dərin o imperialist mərkəzlər var. Türkiyə ilə Azərbaycanın yaxınlaşmasını istəməyən qüvvələr var. Qoy bunlarda identiklik formalaşmasın. İdentiklik formalaşmasın. Yəni qoy bircə şey məsələndə danışım, Turan bəy. Pandemiya təqribən və yaxud ondan bir il əvvəl idi və yaxud bir il sonra, demək, yadınıza gəlirsə, bir mahnı trend oldu Azərbaycanda və bütün Azərbaycanın hər yerində. İranda, Qərb Azərbaycan Ostanlığında, Şərq Azərbaycan Ostanlığında, Zəncan Ostanlığında və s. və s. və s. Bizim Azərbaycanda Dərbənddən tutmuş, Rusiyaya qədər, Gürcüstana qədər səni deyirlər. Bəli, bəli. Hamımız bunu oynadıq mı? Hamı çəkib nəsə atdım sosial şəbəkələrə. Bəli, bəli. Hətta o mahnını oxuyan Sulduzlu qardaşımızı ki, Sulduzlular da bizi kimi İrəvan ətrafından köçən ailələrdir. Yenə o imperialistlərin siyasəti nəticəsində. Sulduz qara papaqlarının mahnısıdır, düzdürmü? Bəli, bəli. Bunu kim elədi və nə üçün elədi, bilirsinizmi? Buna bir sosiolog gözündən baxmaq lazımdır. Kimsə bizi test edirdi ki, görək bu millətin sosiologiyada bir məsələ var. Kütləvi sinxron hərəkət qabiliyyəti. Milləti millət edən ən əsas məsələlərdən biri onun dil və milli kimlik identikliyidir. Ondan da əvvəl bir millətin kütləvi sinxron hərəkət etmə qabiliyyəti. Kütləvi sinxron hərəkət etmə nə deməkdir? Məsələn, biz hamımız bir-birimizdən xəbərsiz Novruz bayramında mütləq səməni qoyuruq solumuzda, düzdürmü? Heç kəsə xəbər eləmir ki. Bu bizim millət olaraq Ərdəbildən tutmuş, Urmiyadan tutmuş, Dərbəndə qədər, tutaq ki, Borçalıdan tutmuş, bilmirəm hara qədər. Yəni hamımızın elədiyimiz hərəkətdir. Biz bunu itirməmişik. Bu mahnıyı eyni effektlə biz oynadıq. Və bunu öyrənəndən sonra gördülər ki, biz hələ o bir millət olaraq kütləvi sinxron hərəkət etmə qabiliyyətimizi itirməmişik. Bunun üzərinə yeni tezislər yaratdılar. Gördünüz, biz Azərbaycandan kənarda yaşayan soydaşlarımızı nə günə qoydular. Və gördünüz, bugün sosial şəbəkələrdə bizi necə bir-birimizə qırdırırlar. Düşman ortada yoxdur. Çəkilib, mənim öz dilimdə danışan, Azərbaycandan kənarda yaşayan Azərbaycanlım, görürsünüz, necə ittiham edirlər bizləri. Hansı ki, burada o ölkə öz cinayətlərini ört-basdır eləmək istəyir. Axı Qarabağ savaşında 44 illik müharibədə üzə çıxdı ki, bu ölkə necə davrandı. Gördünüzmü? Onların beynini necə elədilər. Demək, yeni tezis yaratdılar. Bəs indi buna biz kontur ideologiya, kontur davranış modeli hazırlaya bilirikmi? Bilmirik. Niyə məsələn bizim özümüzün sosial şəbəkə tribunlarımız yoxdur? Bir mövzunu trend eləsin, dalınca aparsın. Belə olanda milli kimlik harada qalacaq? Milli kimlik identiklik hadisəsidir. Etnik identiklik, amma millətə gəldikdə isə vətəndaşlıq identikliyi, yəni etnik düşünməyək də, etnik identiklik o xalqa aid xüsusiyyətdir. Amma sosiologiya milləti ortaq vətəndaşlıq üzərindən şərh eləyir, ortaq sosial kimlik üzərindən şərh eləyir və o demək ortaq dövlətə sahib olma üzərindən şərh eləyir. Bu tam da Azərbaycanın multikulturalizmidir, düzdürmü? Bəli. Yaxşı, burada duran dil identikliyini pozurlar, burada duran demək sosial kimlik identikliyini pozurlar. Biz niyə buna qarşı mübarizə aparmırıq? Gəlin aparaq da. Niyə? Biz niyə ideya istəsə eləyə bilmirik? Baxın, bugün tarixi zəfərimizdən sonra Müzəffər Ali Baş Komandanımızın dəmir yumruğu rəhbərliyi altında Azərbaycan xalqının tarixən oynadığı missiyanın özünə qaytarılmasıyla bağlı yeni şərtlər yaranır. Dünya siyasətində. Biz tarixən nə etmişik? Baxın, Hindistandan Dərbəndə qədər imperiya qurmuş. Dehlidən Nadir Şah. Ondan biraz geri gedək Səfəvilər, ondan bir Böyük Səlcuqla gedək. Düzdürmü? Bəli. Yəni biz Böyük Səlcuqun tərkib hissəsi olmuşuq. İndi belə olan halda
Görün biz necə böyük rol oynamışıq bəşər tarixində, dünya tarixində. İndi isə bax o maddənin kiçilib partlaması hadisəsi var da, o deyirlər ki, Bəli. dünya qalaktika yaranır və s. Sonra üstünə çökür. Biz artıq mənə elə gəlir ki, üstünə çökür, yığılır, dağılır. Yəni biz mənə elə gəlir ki, bizi öz üstümüzə çökürtmüşdülər və artıq məhv olma mərhələsindəydik. 2020-ci il iyul ayında ermənilər kürə enməklə tamamilə bizi məhv eləyəcəklər. Amma bizim o bəzən Türk mifologiyasında belə bir şey var ki, deyir, yanıb külündən doğdun. Bax, Müzəffər Ali Baş Komandanımızın uzaq görən qərarı sayəsində nə baş verdi? Biz artıq yenidən böyüməyə başladıq. Ərazimizi bərpa etdik, ərazi olaraq böyüdük. Qələbəmizi bərpa etdik. Azərbaycan prezidenti, Azərbaycan xalqı döyüşkan xalqdır, qalib xalqdır. Mənəvi cəhətdən böyüdük. Artıq necə deyirlər, ox yaydan çıxıbdır. Bunun qarşısını heç kəs ala bilməyəcək. Biz böyüyə gedəcəyik. Böyük partlayış dediyimiz bu yeni qalaktika. Biz dünyaya yeni qalaktika kimi doğacağıq. Bunun əsasını harda qoyubdu cənab prezident? 2009-cu ildə Türk Dili Dövlətlər Əməkdaşlıq Təşkilatı harda yarandı? Naxçıvanda yarandı. Kimin təşəbbüsündən yarandı? Azərbaycan prezidenti təşəbbüsündən yarandı. Bu böyüməyə qarşı gələnlər, bax dediyiniz o sosial şəbəkələrdə də, ondan sonra nə bilim mən, hər yerdə də bizim əleyhimizə gedirlər. Sadəcə biz indi Azərbaycan prezidentinin o çağırışlarının altını doldurmalıyıq. Azərbaycan prezidenti dedi ki, bizə yeni milli ideya lazımdır. Nədir bu yeni milli ideya? Kimsə hardasa iclas keçirdi, protokol yazdı, göndərdi ki, yeni milli ideya ilə bağlı mən tədbir keçirmişəm. Ondan olmuraq. Yeni milli ideyanın birincisi nədir, onu müəyyənləşdirmək lazımdır. İkincisi, onu cəmiyyətə təbliğ etmək lazımdır. Üçüncüsü, bu yeni milli ideya və Azərbaycan prezidentinin bu çağırışları ideologiya halını almalıdır. Yeni Azərbaycan prezidenti qarşımıza duran yeni məqsədlər var, xalqımızın yeni vəzifələri var. Biz deməli, geologiyada belə bir termin var, akkumulyasiya. Akkumulyasiya okean altında çatlar baş verir, sonra okean gəlgitləri o çatları doldurub bütövləşdirir. Bax, buna akkumulyasiya deyirlər. Biz millət olaraq enerji baxımından özümüzü yenidən akkumulyasiya eləməliyik. Çünki o çatlar çoxdur. Bunun da yolunu Azərbaycan prezidenti göstərir. Milli ideya, milli vəzifə, yeni milli məqsədlər. Gəlin bunu eləyək də. Bu da hardan başlayır? Millət hardadır bugün? Universitetdə də mi bir qismi, kitabxanada da mı kiçik bir qismi? Amma hardadır? Sosial şəbəkələrdədir. Demək biz çox böyük işlər görülübdür. Ədalət naminə etiraf eləyək. Sosial şəbəkədə, amma yenə də mən elə gəlir ki, bir demək xüsusi bir konsepsiya yaratmalıyıq. Gənclər qlobal rəqəmsal mədəniyyətin təsiri altında hazırda böyüyürlər. Bu proses milli kimliyin zəifləməsinə sizcə səbəb ola bilərmi? Yoxsa əksinə yeni imkanlar yaradır bizim üçün? O bizdən asılıdır. Biz gənclərin davranışları necə, sosial şəbəkələrdəki davranışları necə tənzimləyəcəyiksə, bax, nəticəmiz də olacaqdır. Mən elə gəlir ki, yolumuz düzdür, amma bir qədər daha fəal olmalıyıq. Bu nə cür baş verir? Bilirsiniz ki, ilk növbədə bunun qanunu tənzimlənməsi lazımdır, hüquqi tənzimlənməsi. Azərbaycan hüquqi dövlətdir, demokratik dövlətdir. İlk növbədə sosial şəbəkədə hansı yaş məsələsi bilirsiniz ki, bundan bağlı qanunlar müzakirə olunur, necə, nə şəkildə. Hətta mən onun tərəfdarıyam ki, məsuliyyətin artırılması üçün bəzən belə qeyd olunur, bu fikir cəmiyyətlə müzakirə olunur, sonra geri çəkilir. Şəxsiyyət vəsiqələrindən. Yəni hər kəs bilək ki, kimdir. Yəni gizli olmaq insanda bir anarxiya yaradır və hesab edirsən ki, bir cəsarət yaradır. Yəni mən heç kəs tanımır, mən nə istəsəm deyə bilərəm. Amma buyurun, görəsən kimsən, nə deyirsən. Yəni sosial şəbəkələr bizim real cəmiyyətimizin virtual məkana edilmiş inikasıdır, özüdür. O keyfiyyət bunu təyin edir, bu keyfiyyət də onu təyin edir. Başqa cür mümkün deyil. Ona görə də buna nəzarət lazımdır. Mənə elə gəlir ki, bu istiqamətdə yaxşı addımlar atılır qanunvericilik bazasında, amma ideoloji və sırf sosial davranışlar kontekstində biz bir qədər ləngiyirik. Bunun üçün də Azərbaycanda bax, sosiologiyanı bilən, Azərbaycan cəmiyyətini bilən yaxşı kadrlar hazırlanmalıdır ki, sosial psixologiyanı bilən. Bilirsiniz, sosiologiya elmi cəmsi 150 ildir yaranmasına baxmayaraq, o qədər mühüm bir sahəyə çevrilib ki, bunun o qədər mühüm istiqamətləri yaranıb ki, biz bunu bilmədən özümüzü tanımayacağıq. Yəni sosial davranışlar. Nə üçün biz belə edirik?
Bizdəki bu anarxist tutaq ki, real hüquqi müstəvidən virtual məkana keçən kimi bir anarxizm yaradır. Bunun milli psixoloji əsasları nədir? Bunu öyrənib gənc nəsli bu istiqamətdə yerləşdirməliyik. Yəni kim desə ki, mən çıxacağam sosial şəbəkələrdə bir tezis verəcəm, buna qoymayacağam, bunun qabağını kəsəcəm, bu mümkün deyil. İnsan sosial varlıqdır. Azərbaycan prezidenti yenə Milli Məclisdə çıxışı ilə dedi ki, şəxsiyyətin formalaşmasının 3 mərhələsinə toxundu. Dedi ki, birincisi ailə mühitidir. Fərdin birinci şəxsiyyət keyfiyyətləri ailə mühitində formalaşır. Sonra məktəb və məhəllə mühitidir, sonra ictimai mühitdir, cəmiyyət mühitidir. Yəni biz oradan başlayıb fundamental şəkildə yeni bir nəsil yetişdirməliyik ki, bu milli kimliyinə sahib çıxsın. Onun idraki keyfiyyətləri möhkəm olsun, o genetikası möhkəmdir onsuz da. Yəni bizim genetik materialımız ələ keçməzdir. Turan bəy, Azərbaycan xalqının genetik materialı nə yüklesəniz götürəcək. İntellektual, fiziki, nə desəniz bunu götürməyə qabildir. Bunu da Allah veribdir. Ona görə də sadəcə biz o yeni nəsili və xüsusən indi beta nəsli deyirlər, indi biz Z nəslini, Z quşağı deyirlər, ondan qurtarırıq yavaş-yavaş və indi yeni nəslin adını beta nəsli kimi tələffüz edirlər. Yəni biz dəyərlərimizi, milli kimliyimizi o nəslə ötürməyə bacarmalıyıq və sosial şəbəkələrdə xüsusi davranış qaydalarının standartlarını yaratmalıyıq. Amma bunu inzibati yolla etmək mümkün deyil. Rol modellərlə, nümunələrlə, ondan sonra milli mənafəmizin lehinə olan informasiya mühitindən, yoxsa uğurlayıb aparacaqlar bizləri bir-bir. Kiber məkanda aparılan informasiya müharibələri də məlumdur. Bu ənənəvi müharibələrdən də daha təhlükəlidir sanki. Azərbaycan bir dövlət olaraq bu müharibələrdən lazımınca qoruna bilirmi? Yəni biz bununla bağlı bir mexanizm yaratmışıqmı, yoxsa bu istiqamətdə hələ irəliləyirik? Bu istiqamətdə çox böyük nailiyyətlərimiz var. Xüsusən Azərbaycan məlumatım, mənim bəlkə məlumatım daha azdır, amma bildiklərimi deyim, bunlar çox böyükdür əslində. Bax, hüquq mühafizə orqanlarımızda, dövlət təhlükəsizlik xidmətlərimizdə kiber cinayətkarlığa qarşı mübarizə ilə bağlı xüsusi qurumlar yaradılıbdır, şöbələr yaradılıbdır və s. və s. Və əlbəttə ki, yeni texnologiyalar, kiber cinayətkarlığın yeni formaları və üsulları bizim ona qarşı mübarizə aparmaq imkanlarımızdan daha sürətlə inkişaf edir. Bu da təbiidir. Yəni ilk növbədə nəsə baş verməlidir ki, siz onun qarşısını almağa cəhd edəsiniz. Amma preventiv mərhələyə görünür bir qədər sonra çatacağıq. Hazırda məncə baxın açılan cinayətlər var. Azərbaycana qarşı informasiya müharibəsi aparırlar. Onlar nə cür əslində həmin o Daxili İşlər Nazirliyində, Milli Təhlükəsizlik orqanlarında yaradılan o kiber cinayətkarlığa qarşı mübarizə mərkəzləri tərəfindən onlar təsbit olunur, öyrənilir və onu tapıb gətirir ki, gəl sən axı filan kəssən, gəl görüm hələ nə deyirdin? Gəl Azərbaycan qanunu qarşısında cavab ver. Bütün bunlar çox yaxşıdır, amma əlbəttə ki, durmadan çox sürətlə daha da inkişaf etməlidir. Bəs milli kimliyin qorunmasında ailələrin, məktəblərin və medianın rolunu necə qiymətləndirirsiniz? Hər üç bayaq dediyimiz məsələdir. İlk növbədə ailə, yəni çox təəssüf ki, bu gün 90-cı illərin əvvəllərində Azərbaycan Ailə İnstitutuna böyük zərbə dəyibdir. Azərbaycan cəmiyyətinə dəyən zərbə kimi. Ailələrdə, ailə dediyimiz nədir? Ailə başçısı nədir? Ailə başçısı özü bir sosial varlıqdır, insandır. Bunun düşüncəsi nədir? Bu nə qədər baş verənlər obyekt dərk edə bilir və bu nə qədər millidir? 90-cı illərin əvvəllərində bizim milli şuurumuza qarşı edilən hücumlar bir qismimizdə çox təəssüf ki, radikal məhzəbi milli kimlik yerinə qoymağı bacardı. Bu bir, sosial baxımdan özünün dövlətə mənsub etmə hissindən məhrum etdi. Azərbaycanda hələ də elə ailələr var ki, müxtəlif cəmaatlara mənsubdur. Məsələn, qonşu dövlətdən bir fətva gəlir, zəkatını ora göndərir. Qonşu dövlətdən bir fətva gəlir, Azərbaycan dövlətinin, Azərbaycan dini qurumlarının rəsmi elan etdiyi məsələlər bir qrafik alır. Bu gedir, deyir ki, mən bu bayramı, bu dini bayramı bugün eləyirəm və faktiki olaraq başqa dövlətə vergi verir. Fitrə zəkat nədir? Vergi bu da başqa dövlətə göndərir, kartlar vasitəsilə. Yəni, belə olanda o ailədən siz nə gözləyirsiniz, onun uşağından nə gözləyirsiniz? Ailənin üstü dediyimiz budur. Ona görə biz çox böyük işlər görürük bugün. Məsələn, yəni Azərbaycan prezidenti çıxışlarının birində dedi ki, bizim dini mədəniyyətimiz milli mədəniyyətimizin tərkib hissəsidir.
struktur belə olmalıdır. Birincisi milli mədəniyyət var, tarix ardıcılıq da belədir. Düzdürmü? Bəli, bəli. Sonra dini mədəniyyət. Dini mədəniyyət onun tərkib hissəsi olmalıdır və düzgün əsaslarda formalaşmalıdır. Amma çox təəssüf ki, o dini anlayış, din anlayışını və dini mənsubiyyəti milli kimliyin də, vətəndaş kimliyinin də üstünə çıxardıblar. Uzun illər qonşu və dövlətin, daha çox sərt deməyək, təbliğatı nəticəsində. Bilanda indi ailəni müəyyənləşdirmək lazımdır. Hansı ailədən söhbət gedir və bu ailədə yetişən hansı fərddən söhbət gedir? Gəlin bu kateqoriyanı müəyyənləşdirək və bunların sayını müəyyənləşdirək. Azərbaycan cəmiyyətinin xüsusi çəkisini müəyyənləşdirək və onlarla iş üsullarımızı müəyyənləşdirək. Bu dəqiqə mən bildiyim qədər çox böyük işlər görülür. İstər Qafqaz Müsəlmanları İdarəsində, istər Dini İşlər üzrə Dövlət Komitəsində. Bu çox sevindiricidir. Amma bu bir gündə başa çatacaq hadisə deyil. Bunun kütləvi təbliğatı aparılmalıdır. Bu ailə müstəvisində. Məktəb və məhəlli mühit, sosial mühit çox qorxuludur. Baxın, birincisi bəzi məktəblər var ki, dil məsələsində mövqeləri düzgün deyilən münasibətdə. Məktəbdə tədris olunan tarix dərslikləri, ədəbiyyat dərslikləri məsələn. Çünki bunlar hamısı milli kim tarixi şüur və milli kim demək ədəbi bədii şüur millətin estetik zövqünü formalaşdırır, milli kimliyin təyin edir, onun keyfiyyətini müəyyənləşdirir. Birincisi, məncə burada müəyyən problemlər var. İkincisi, təcrübə nəyi göstərir? Uzun müddət aparılan tədqiqatların nəticəsi belədir ki, əgər bir fərd öz ana dilində təhsil prosesinə cəlb olunmursa, təhsil almırsa, onun intellektual imkanlarının yalnız və yalnız 50% realizə oluna bilir. Yəni, uşağını hər hansı bir dildə tədrisə, mən deməyəcəm, rus sektoru, ingilis sektoru. Aydın məsələdir, bəli. Biraz belə, yəni, uşağını öz dilində, baxmayaraq ki, onun valideyni də başqa dillidir və s. Rus dilidir, ingilis dilidir, bilmirəm, fransız dili, nə də olursa olsun. Fərqi yoxdur. Bu uşaq genetik kod etibarilə dil daşıyıcısıdır və o dil Tanrı tərəfindən onun beyninə yerləşdirilib. Genetikanın təsirini kim inkar edə bilər? Bu gün də sosiologiyada, elmdə deyir ki, şəxsiyyətin də, cəmiyyətin də formalaşmasında birinci faktor genetik faktor. Yəni, bəri başdan siz bu uşağınızı intellektual imkanlarının 50%-ni realizə etməkdən mərhum edirsiniz. Bu da məktəb mühiti. Bilulan halda biz bundan nə cür vətəndaşlıq mövqeyi gözləyə bilərik? Dil təkcə ünsiyyət hadisəsidir, təfəkkür və düşünmə hadisəsidir, idrak hadisəsidir. Yenə çox maraqlı bir demək araşdırma aparıblar. Əgər kim hansı dildə düşünürsə o millətə mənsubdur. Bunu mən demirəm. Əlbəttə. İndi mən yazıq, tutaq ki, məni qoyun birinci sinifdən, bağçadan rus dilində oxuyum. Böyüyəndə mənim nə günahım olacaq ki, mən düşünürəm, rusca düşünürəm. Bu da məsələnin başqa bir tərəfi. İndi dildə yeni bir cərəyan yaranıbdır. Psixolingvistika. Baxın, o qədər dərin bir və dəhşətli bir şeydir. Psixolingvistika nədir? Bizim danışdığımız zaman çıxardığımız səslər havada müəyyən tezliklə yaradır, müəyyən dalğalar yaradır və bu səs bu dalğalar vasitəsilə ötürülür. Buradakı dalğalardakı bu harmoniya milli psixologiyaya təsir göstərir. Əgər bu sizə doğmadırsa, siz sosial varlıq olaraq yaxşı inkişaf edirsiniz. Yoxsa biz rusca danışırıqsa, bizə yad olan səsləri, dalğaları ötürürük bir-birimizə. Bu da elə bir müharibə gedir da. Sənin özünün genetikandan sənin bir müharibən gedir. Psixolingvistika budur. İndi bu da məktəb mühiti və məhəlli mühit. Məhəlli mühitdə bir də görürsünüz, biri gəlir, uşaq vaxtından bilmirəm nə edibdir, nəsə bu da məhəlli mühit. İctimai mühitə gəldikdə burada
vəziyyət daha gərgindir, daha çətindir. O barədə məncə danışdıq geniş, bu cəmiyyətdə nələr baş verir. Və bütün bunların hamısı mənə elə gəlir ki, bu günümüzün aktual problemləridir. Sağ olun ki, bu problemləri dilə gətirirsiniz. Biz bu problemləri deməsək, heç kəs deməyəcəkdir və biz buna qarşı mübarizə konsepsiyasını hazırlamasaq, heç kəs bizə bunu hazırlamayacaqdır. Sağ olsun dövlətimiz diqqət yetirir bu məsələlərə, çox böyük işlər görülür, görüləcək də, amma daima bu diqqət mərkəzində olmalıdır və yenə deyirəm, sosial şəbəkələrlə bağlı və cəmiyyətin idarə olunmasına bağlı məsələlərdə daima həssas olmalıyıq. Hikmət müəllim, çox sağ olun, dəyərli fikirlərinizə görə və verilişimizə qatıldığınız üçün. Sağ olun, uğurlar. Qeyd edək ki, bu veriliş Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Qlobal Media və Siyasət Araşdırmaları Mərkəzinin rəqəmsal məkanda milli kimlik, təxribatlara qarşı mübarizə layihəsi çərçivəsində hazırlanıb.